bu hədisi göndəriblər qardaşa. Qardaş göndərib mənə ki, belə bir hədis var ya, yoxdur. Və bunu da rafislər yayırlar. Hədis nədən ibarətdir? Osman radiyallahu anhunu təənnən. Ki, Osman və hədis də Abdullah ibn Ömərdən gəlir. Və Səhih Buxarıda. Hədisin əsli oradadır. Lakin bu hədisi öz kitablarında rəvayət edənlər və bunu cəmaat arasında yayanlar hədisi tam yaymayıb. Və hədis budur ki, Misirli bir kişi gəlib, səhv etmirəmsə ümrədə, ya həcdə Məkkə əhlini görür. Və deyir ki, siz kimlərdənsiz? Deyir ki, biz Qureyş əhlindənik, Qureyşlərdənik. Və deyir, sizin axsaqqalınız kimdir? Böyüvüz. Deyirlər ki, Abdullah ibn Ömər radiyallahu anhuma. Və gəlirlər Abdullah ibn Ömərin yanına. Yəni, axsaqqal həm böyüvüz, həm də elmdə. Və həmin Misirli Abdullah ibn Ömərə deyir ki, mənim Osman barədə sənə 3 sualım olacaq. Birinci sual bu olur ki, Osman Bədir döyüşündən qalıb ya yox. Yəni, Bədir döyüşündə iştirak etməyib. Abdullah ibn Ömər deyir ki, bəli. Deyir, Osman Uhud döyüşündə geri çəkilən sahabələrdən olub. İbn Ömər deyir, bəli. Və deyir ki, Osman Hudeybiyyə sülhündə beyyət etməyib. İbn Ömər deyir, bəli. Və Misirli Allahu Akbar deyir, sevincindən və geri qayıtmaq istəyir. Və bu hədisi, bu rəvayəti rafislər bu cürdə yayıblar. Və bu cürdə qardaşı göndəriblər. Rəvayətin əslinə baxmışıq. Səhih Buxarıda. Hədis necədir? Yəni, hədisin buracan götürsək, Osman barədə tən deyil. Bədirdə iştirak etməyib. Uhudda geri çəkilənlərdən olub. Hudeybiyyədə beyyət etməyib. Bu təndir. Lakin rəvayətin əsli necədir? Tam, bütöv halda ələ alsaq, Buxarıda gəlir. Həmin Misirli Allahu Akbar deyib, sevinib, gedmək istəyəndə, o elə bil ki, istədiyini aldı İbn Ömərdən. İbn Ömər deyir ki, gözlə, ayaq saxla, dön geri və çağırır yanına. Deyir ki, amma qaldı ki, Osmanın Bədir döyüşündə iştirak etməməsinə, bunu ona əmr edən Allah Rasulü olub. Niyə? Çünki Osmanın zövcəsi Allah Rasulunun qızı həmin vaxt xəstə idi. Və yüngül xəstəlik deyildi. O xəstəlik ki, o xəstəlik nəticəsində ölür. Radiyallahu anhə. Yəni, ölüm yatağında olan bir xəstəlik. Və Allah Rasulü əmr edir, Osmana icazə verir ki, sən evində qalasan və yoldaşıva baxasan. Bədir döyüşündə iştirak etməməsi üçün ona icazə verən, evində qalmasını ona əmr edən kim olub? Allah Rasulü. İbn Ömər sözünün davamında deyir ki, amma Uhud döyüşündə geri çəkilənlərin içində Osmanın olmasına gəldikdə isə, bu barədə artıq Allah Azza və Cəllə ayə nazil edib. Və Əli İmran surəsi 155-ci ayəni gətirir. Ayədə də Allah Subhanahu və Teala açıq aydın deyir ki, Uhudda geri dönənləri Allah artıq bağışladı. Ayə nazil olub. Yəni, sən Osmana tən edən rafizi canın da çıxsa bu ayəni oxuyacaqsan. İstəsən də, istəməsən də. Fəzilətdir yoxsa? Və qaldı ki, Hudeybiyyədə beyyət etməməsinə İbn Ömər deyir ki, ay bədbəxt, elə bu hadisə ilə Osmana görə olub. Çünki Allah Rasulü Osmanı göndərir Məkkəyə, çünki Osman axsaqqal olur və Məkkə əhli ona hörmət edir. Məkkəyə göndərir ki, nümayəndə kimi gedib Osman onlarla danışsın, hətta ümrə edə bilsinlər həmin il. Və Osman orada yubanıb qalır. Və elə bilirlər ki, Osmanı öldürüblər.
Elə bundan qəzəblənib Allah Rasulü əshabını yığır Osmana görə. Və hamıdan yenidən sədaqət andı tələb edir. Və ağacın altında sahabələr hamılıqla birlikdə Allah Rasuluna beyyət edirlər və Allah Rasulü bir əlini qaldırır və öz əlinin üstünə qoyur və deyir, bu da Osmanın beyyəti. Yəni, bu üç hadisə əslində Osmanın fəzilətinə dəlalət edir, yoxsa zəmminə, fəzilətinə. Və sonra İbn Ömər deyir ki ona, məndən eşitdiklərimi apar özünlə, Misr əhlinə. Yəni, məndən hədiyyə. Fikir verin, rəvayətin əsli Osman üçün fəzilətdir. Elə İmam Buxari özü bunu kitabında Osmanın fəziləti üçün zikr edib.